Natural ədədlər, adi və onluq kəsrlər mövzusuna aid mövzu sınağının izahını veririk. Birinci suala fikir versək, AB üstü xətt bərabərdir 7B olarsa, A-nı tapın. Əvvəlcə sol tərəfi açıram. 10A üzərinə gəlsin B bərabərdir 7B. B-ni sağa keçirdirik. 10A bərabərdir 7B çıxılsın B. 10A bərabərdir 6B. Hər tərəfi 2-yə bölsək, 5A bərabərdir 3B almış olarıq. Buradan A bərabərdir 3K, B də bərabərdir 5K. K fərqlidir 0. Çünki mən K-ya 0 versəm, A ilə B-nin 0 aldığını almış olarıq. Yəni, burada A fərqlidir 0-ı qeyd eləməliyik. Çünki 0 ilə başlayan natural ədəd yoxdur. K-ya yalnız 1 verməliyik. K-ya yalnız 1 versək, A 3 olar, B-miz 5 olar. K-ya 2 və daha çox versək, rəqəm şərtini pozmuş olar. Məsələn, K-ya mən 2 versəm, B bərabərdir 10 alaram. Bu zaman rəqəm şərtini pozur. İkinci sualda, ədədində neçə minlik var? Təklik, onluq, yüzlük və minlik. Minliyin altına xətt çəkirik. 56, 7, 8, 9. Minliyin altına xətt çəkirik. Sağdakı 3 rəqəmi atırıq. Yerdə qalanların sayı qədər minlik vardır. Üçüncü suala fikir versək, biz eni yerinə bir dəfə tək qiymət verirəm, bir dəfə də eni yerinə cüt qiymət verirəm. Hər ikisini yoxlayıram. Hər ikisini həm tək, həm də cüt ala biliriksə, deməli cavab həmin variant olmuş olur. C variantını yoxlasaq, eni yerinə n bərabərdir 1 yazsam, 1-in kvadratı üzərinə gəlsin 2 vurulsun 1 bərabərdir 1 üzərinə gəlsin 2 bərabərdir 3. Aldıq cavabı tək. Eni yerinə biz 2 yazmış olsaq, 2-nin kvadratı üzərinə gəlsin 2 vurulsun 2 bərabərdir 4 üzərinə gəlsin 4 bərabərdir 8. Cavabı alırıq cüt. Və beləliklə C variantı həm tək ola bilir, həm cüt ola bilir. 6-ya qalxısız bölünür. 6-ya bölünməsi üçün ədəd həmi 2-yə və 3-ə bölünməlidir. 2-yə bölünməsi üçün ədəd cüt olmalıdır. Baxın, burada demək ki, ədədlərin hamısı 2-yə bölünür. Hamısı cüt olduğu üçün. 3-ə bölünməsi üçün rəqəmlər cəmi 3-ə bölünməlidir. Y variantını yoxlasaq, 6-nın üzərinə 7, üzərinə 2, üzərinə 1 və üzərinə 2 gəlsək, 6-nın 7, 13, 15, 16, 18. 18 ədədi 3-ə bölündüyü üçün, yəni 67.212 ədədi 3-ə qalxısız bölünür. 5-ci suala fikir verək. Bölünən 55-dir, qalıq 5-dir. Yəni 55 bölünsün. Mən böləni bilmirəm, x qəbul edirəm. Nataman qismət y olsun, qalıq 5 olsun. Qalıqlı bölmədə həmişə uşaqlara tapşırırıq ki, qalıq böləndən kiçikdir. Qalıq burada 5-dir. Yəni bölənimiz də x-dir. X həmişə 5-dən böyük olmalıdır. Mən bu tənlikdən nataman qisməti tapıram. Nataman qismət y bərabərdir. Nataman qismət tapmaq üçün bölünəndən qalığı çıxırıq. 55-dən 5 çıxsaq 50 bölürük bölənə, x-ə. Y burada natural ədəddir. Natural ədəddir. Yəni, y də naturaldır, x də naturaldır. Y-in natural olması üçün 50 x-ə tam bölünməlidir. Yəni, x 50-nin natural bölənləri olmalıdır. 1, 2, 5, 10, 25, 50. 2, 4, 6 dənə böləni var. Bəli, burada x göründüyü kimi y-in natural olması üçün 1, 2, 5, 10, 25, 50-ni ala bilir. Ancaq x 5-dən böyük olduğu üçün 1-i, 2-ni, 5-i seçmirik. Yerdə qalan 3-ünü seçirik. Onların da cəmi 10 üzərinə gəlsin, 25 üzərinə gəlsin. 50 bərabərdir 85. 6-cı suala fikir versək, əkobı tapırıq. 2 üstü 3 vuraq 5, bir də 2 üstü 2 vuraq 5 üstü 2.
Əçobu seçərkən qüvvətli bölk olanı seçirik. Qüvvətli bölk olan hansıdır? 2-lərdə 2 üstü 3-dür. 5-lərdə 5 üstü 2-dir. Vurulsun 5 üstü 2. 2 üstü 3 8 eləyir. Vurulsun 25. Cavab elədi 200. Əboblarda isə 2 üstü 3, deməli 2 üstü 3 vurulsun 5, 2 üstü 2 vuraq 5 üstü 2. Qüvvəti kiçik olanları seçirik. 2 üstü 2, 2-lərdə qüvvəti kiçik olan 2 üstü 2-dir, 5-lərdə 5 üstü 1-dir. Cavab 20. 200-dən də 20-nin cəmini toplayırıq. Cavab elədi 220. Yeddinci suala fikir versək, AB hasilini, yəni 7324'ü vururuq 5678'ə, alınan hasilin 5'ə bölünməsindən alınan qalığı bizdən soruşur. 5'ə bölünməsi üçün bilirik ki, sonu 0 və 5 ilə bitirməlidir. Dedik ki, bölünmə əlaməti ilə böldükdə alınan qalıq uyğunluq təşkil edir. Yəni qaydaya görə. Sondan danışırıq. Son rəqəmi 4'dür. 4'ün 5'ə bölünməsindən alınan qalıq 4. 8'in 5'ə bölünməsindən alınan qalıq 3. 4'ü almış qalıqları bir-birindən vururuq. Cavab elədi 12. 12'nin 5'ə bölünməsindən alınan qalıq 2'dir. 12'ni mən 5'ə bölürəm. 2 qalıq 2 alırıq. Cavab 2'dir. Hesablayın 200 və 260. Əbob dedi ki, kiçiyi saxlayırıq, böyükdən kiçiyi çıxırıq. Belə də həll edə bilərik, ancaq vuruqları ayırsaq 200 bərabərdir, 2 vurulsun 100. 100'ümüz də 2 üstü 2 vuraq 5 üstü 2'dir. 8 vuraq ilə 25 200 eləyir. 260 bərabərdir. 2 vuraq 13 26 eləyir. Vurulsun 2 vurulsun 5'dir. Beləliklə birinci ədədin sadə vuruqlar ayrılışı 2 üstü 3 vuraq 5 üstü 2'dir. O birisi isə 2 üstü 2 vuraq 5 üstü 1 vuraq 13 üstü 1'dir. Əbobu taparkən qüvvəti kiçik olanları seçirik, ortaqları bir-birlə vururuq. 2'lərdə qüvvəti kiçik olan 2 üstü 2'dir. 5'lərdə qüvvəti kiçik olan 5 üstü 1'dir. 4'ü vururuq 5'ə, cavab elədi 20. 8-ci sualın cavabı 20'dir. %60 ədədinin müxtəlif sadə vuruqların sayını tapın. 168'i sadə vuruqlara ayırırıq. 2'yə, 84, 2'yə, 42, 2'yə, 21, 21 3'ə 7, 7 də 7'yə 1. Müxtəlif sadə vuruqları biri 2'dir, biri 3'dür, biri də 7'dir. Yəni sayı 3'dür. 48 və 60 ədədlərin ən kiçik ortaq bölünəni tapın. 48 bilirsiniz ki, 16 vuraq 3'dür, 2 üstü 4 vuraq 3 üstü 1'dir. 60 da bərabərdir. 60 da 5 vuraq 12'dir. 5 vuraq, 12'miz də 2 üstü 2 vuraq 3 üstü 1'dir. Və böyüyü seçirik. Və yaxud da ki, qüvvətli bölk olanları seçirik. Qüvvətli bölk olanlar hansılar? 2'lərdə 2 üstü 4'dür, 3'lərdə 3 üstü 1'dir. Bir də müxtəlif olanı əlavə edirik. 2 üstü 4 16, 16'nı vururam 3'ə 48, 48 də vurduq 5'ə. 4 yadda 240. On birinci suala baxsaq, 11-ci sualda Əçob 22 vuraq 15, Əbob 22 vuraq 22 15'dir. Yəni Əçob AB vurulsun Əbob AB düsturuna əsasən A vuraq B bərabərdir. Yəni burada A'mız 22'dir. 22'ni vururuq 15'ə. 110, 22 də burada 0, 3, 3, 330 olur. 12-ci sualda nə deyir? Bizə deyir ki, A mürəkkəb ədədinin sadə vuruqları və onların sayı verilmişdir. A ədədindən kiçik, A ilə qarşılıqlı sadə ədədlərin sayını tapın. İlk öncə A ədədi hansı formadadır? Yəni A ədədi bərabərdir. Göründüyü kimi sadə vuruqları 2, 3, 5'dir.
2'lərin sayı 4'dür, 2 üstü 4. Vuraq. 3'lərin sayı 3 üstü 2'dir. 3 üstü 2. 5'lərin sayı 1'dir. 5 üstü 1'dir. A-dan kiçik A ilə qarşılıqlı sadə ədədlərin sayını taparkən düsturumuz belə idi. N bərabərdir A vuraq 1 minus 1 bölək A, 1 minus 1 bölək B, 1 minus 1 bölək C davam edir. Bu da bərabərdir. A-nın yerinə yazıram 2 üstü 4, vuraq 3 üstü 2, vuraq 5 üstü 1. Vurulsun. 1 minus A-da 1. Kiçik A-mız 2'dir. 2'də 1. 1 minus kiçik B-miz 3'dür. 3'də 1. 1 minus C-miz də 5'dir. 5'də 1. Beləliklə biz belə cavab alırıq. 2 üstü 4 vuraq 3 üstü 2 vurulsun 5. Vurulsun 2'də 1. Vurulsun 3'də 2. Yəni mötərizələrin içərisi. Birinci mötərizə 2'də 1, ikinci mötərizə 3'də 2, üçüncü mötərizə 5'də 4 eləyir. İxtisar aparsaq 2'lər ixtisar olur. 3'ün biri burada ixtisar olur. Burada bir dənə 3 qalır. 5 ixtisar olur. Beləliklə cavabı almış oluruq. 2 üstü 4 vurulsun 3 vurulsun 4. Yəni 16 vurulsun 3 vurulsun 4. 48'i 4'ə vururuq. 32 3'də 192. Yəni sizlər də hesablayarsınız. Birdən ola bilər hesablamada səhvə yol vermiş olarıq. 13-cü suala baxaq. 13-cü sualda yəni A ədədi tam verilməyibdir. A ədədini vərəqdə, yəni çap vərəqində qara rənglənmiş hissədir. Yəni biz bunu A ədədi qəbul edək. A ədədi bu rənglənmiş hissəni qəbul edək. Boz hissələrdə B ədədi olsun. Beləliklə A ədədi bərabərdir. A ədədinin sadə vuruşları 2 və 5'dir. 2'lərin sayı 2 üstü 3'dür. 5'lərin sayı 5 üstü 1'dir. B ədədinin sadə vuruşları yenə 2 və 5'dir. 2'lərin sayı 2 üstü 2, 2 dənədir. 5'lərin də sayı o da 2'dir. Ortaq olmayan sadə vuruşların hasilini soruşur bizdən. 2'lərdə ortaq olmayan bir dənə 2'dir. 5'lərdə də ortaq olmayan bir dənə 5'dir. 2'ni vurulan 5'ə cavab verir 10. On dördüncü suala baxaq. 14-cü sualda ilk 90 natural ədəddən, bu deməkdir ki, 1-dən 90'a qədər olan ədədlərdən 2'yə bölünənləri A çoxluğundan. Bax, 2'yə bölünənlərin sayını taparkən, uşaqlar, siz 90'ı 2'yə bölsəniz kifayətdir. 90'ı 2'yə böləndə 45. 45 sayda ədəd vardır ki, 2'yə bölünür. Və hətta biz 2'yə bölünənlərin sayını belə də tapa bilərik. Ən asan variantı 90'ın 2'yə bölünməsidir. Başqa cür necə hesablaya bilərik? 2'yə bölünənlər bilirsiniz ki, cütlərdir. 2, 4, 6, axırı hara qədər 90'ın özü. 90'dan 2'ni çıxırdıq. 88. Bölürdük ara fərqlərinə 2'yə. 44. Onda üzərində 1 gəlirdik, 5 eləyir. 45. İndi 3'ə bölünənlərin sayı. 3'ə bölünənlərin sayını taparkən 90'ı bölürük 3'ə, cavab eləyir 30. 30. 3'ə bölünənlər isə bilirsiniz ki, 3, 6, 9, 90'ın özü də 3'ə bölünür. Bu zaman biz yenə sayını taparkən 90'dan 3'ü çıxırıq. 87. 87'ni bölürəm 3'ə, 29. Üzərinə də 1 gəlirik, cavab 30 edir. Amma ən rahat yolu 90'ın 3'ə bölünməsidir. Siz düşünün ki, elə ədədlər vardır ki, həm 2'yə bölünürdü, həm 3'ə bölünürdü. Baxın, 6'nın özü 2'yə bölünür, 3'ə də bölünür. Sonra 12'nin özü həm 2'yə bölünür, həm 3'ə bölünür. Deməli, həm 2'yə, həm 3'ə bölünən ədəd 6'ya bölünənlərdir. 6'ya bölünənlərin də sayını tapsam, 90'ı bölürük 6'ya, bərabər edir 15.
Beləliklə 6-ya bölünənlərin sayı, yəni həm 2-yə, həm 3-ə bölünən ədəd 6-ya bölünənlər sayılır, qəbul edilir. İndi isə Venn diaqramında yerləşdirək. Ortaq hissə yəni 6-ya bölünənlərdir. 6-ya bölünənlərin sayı 15-dir. 2-yə bölünənlərin sayını biz 45 almışdıq. 45-dən 15-i bəllidirsə, yerdə 30-u qalır, yalnız 2-yə bölünənlər olur. 3-ə bölünənlərin sayı 30 idi. 30. 30-dan 15-in qeyd eləmişiksə, yerdə qalan 15-i yalnız 3-ə bölünənlərdir. Bizə deyir ki, diaqrama əsasən rənglənmiş hissənin elementlərin sayını tapın. Rənglənmiş hissə sol və sağ tərəflərdə küçlərdir. Bu zaman 30 ilə də 15-i toplayıram. Cavab 45. Keçirik növbəti suala. 15-ci sualda. Qarşılıqlı sayda ədədlərin əbobu. Əgər A ilə B, A və B qarşılıqlı saydadirsə, əbobu 1-ə bərabər olmalıdır. Əbob A, B bərabərdir 1 olmalıdır. A-nı 10 qəbul eləsək, 10 ilə 25 qarşılıqlı sayda deyil. Çünki hər ikisi 5-ə bölünür. 10 ilə 28 hər ikisi 2-yə bölünür. 10 ilə 30 hər ikisi 2-yə bölünür. 10 ilə 32 hər ikisi 2-yə bölünür. Qarşılıqlı sayda deyil. Amma onun özündən B-ni qəbul eləsək, 27-ni qəbul eləsəm, qarşılıqlı sayda olur. 12 ilə 25 qarşılıqlı saydadır. Yəni, ortaq vurğu yoxdur. 12 ilə 27 3-ə bölünür. Qarşılıqlı sayda deyil. 12 ilə 28, 12, 28, 12, 30, 12, 32 hər üçü də 2-yə bölündüyü üçün 12 ilə qarşılıqlı sayda deyildir. 15 ilə 25 qarşılıqlı sayda deyil. Çünki 5-ə bölünür. 15 ilə 27 qarşılıqlı sayda deyil. Hər ikisi 3-ə bölünür. 15 ilə 28-in özü. 15-in vuruqları 3, 5-dir. 28-in vuruqları 2, 2, 7-dir. Ortaq vuruq yoxdur. 15 ilə 30 qarşılıqlı sayda deyil. Elə əbobu 15 eləyir. 15 ilə 32 qarşılıqlı saydadır. Çünki 32, 2 vuraq, 2 vuraq, 2. 2 üstü 5-dir də. 2 üstü 5, 32 eləyir. Ortaq vuruq yoxdur. Keçirik növbəti mövzunun suallarına. Düzgün kəsir, düzgün olmayan kəsir sürəti məxrəcindən böyük bərabər olmalıdır. Yəni 8 böyük bərabərdir n olmalıdır. Burada n-in natural qiymətlərinin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8-dir. Cavab E variantı. Kəsirləri müqayisə edin. İlk öncə fikir veririk ki, hər 3 kəsir düzgün olmayan kəsirdir və sürətlə məxrəcləri fərqi 1-dir. 1. Sürətlə məxrəcləri fərqi 1-dir. Sürətlə məxrəcləri fərqi 1 olan düzgün olmayan kəsirlərdə hansı kəsirdə böyük ədədlər iştirak edirsə o kiçikdir. Yəni C kiçikdir B-dən, o da kiçikdir A-dan. Üçüncü suala baxsaq, əvvəlcə mötərizənin içərisini həll eləyək. Burada 3 ilə 24-ü xisar aparsaq, burada 1 qalar, burada qalar 8. Beləliklə nə alırıq biz? 2-də 1 çıxılsın. Əvvəlcə vurmanı həll edirik. 2-ni vuruq 8-də, 16-dan 5 üzərinə gəlsin 8-də 1. Kəsirə bölərkən kəsirin tərsinə vurmalıyıq. 25-də 8-də biz onu vurmalıyıq. Bu da bərabərdir. Mötərizənin içərisini hesablasaq, 3 kəsirin 3-ünün də əkobu 16-dır. 16-nı 2-yə bölüb 1-ə vururam. 8, çıxırıq 5-i, üzərinə gəlirəm 2-ni. Vururam 25-də 8-ə. Bu da bərabərdir. 16-da yuxarı 5 vurulsun 25-də 8. 16 ilə 8-ə xisar aparıram. Burada 1 qalar, burada qalar 2. 5 ilə 25-ə xisar aparsaq, 1 burada qalar, 5 də burada qalar. Cavab elədir 10-da 1. Yəni məxrəci məxrəcə vuruq, məxrəcdə yazırıq.
Sürətli də sürətlə vurub, sürətlə yazırıq. Üçdə bir hissəsi 15 olan ədəd taparkən, təbii ki, burada hissəyə görə ədəd tapılmasıdır. 15-i 3də 1-ə bölürük. Bu zaman 15-i vururuq tərsinə. 1-də 3-ə cavab 45 olur. 5-ci suala fikir verək. 5-ci sualda birinci kəsirin üstət və məxrəcini minə vursam, bilirsiniz ki, vergül 3 addım sağa gəlir. Birinci kəsirin məxrəci 300, sürəti 3 edir. Üzərinə gəlsin. İkinci kəsirin sürət və məxrəcini 100-ə vursam, 20 məxrəci eləyir, 2-də yuxarı. Çıxaq. Üçüncü kəsirin sürət və məxrəcini 100-ə vursam, 10 aşağı, 1-də yuxarı eləyir. 20-də 2 10-da 1-ə bərabər olduğu üçün, baxın, 2-yə həsab aparsam, burada 1 qalar, burada 10 qalar. 10-da 1, 10-da 1 çıxsam, cavab 0 eləyər. Birinci kəsirin qiyməti qalır. 300-də 3. 3-ə həsab aparsam, 1 burada, 100-də burada qalır. Cavab eləyir 0,100-də 1. Altıncı suala baxaq. Altıncı sualda mən yerlərini dəyişirəm. Yəni nə? 9-da 4 kiçikdir. X kiçikdir 9-da 5 kimi yazıram. Göründüyü kimi 9-da 4 ilə 9-da 5-in arasında kəsir, adi kəsir. Yəni burada görsənmir, yoxdur. 9-da məxrəcini 18 eləyirəm, 2-yə vururam. 18-də 8 kiçikdir, x kiçikdir 18-də 10. 18-də 8 ilə 18-də 10 arasında yerləşən kəsir, adi kəsir 18-də 9-dur. Yəni x-imiz bərabərdir. Bu da 9-da həsab aparsaq, burada 1 qalar, burada da qalar 2, cavab elədi 2-də 1. Variant 2-də 1-dir. 7-ci sualda tərəf-tərəfə toplayırıq. Tərəf-tərəfə toplama nə? Yəni A ilə B-ni toplayırıq. A üzərinə gəlsin, B bərabərdir. 2-də 1 ilə 2-də 3-ün cəmi 2-də 1. Birinci ifadən olduğu kimi yazaq. A ilə B-ni toplayıram, bərabərdir. 2-də 1 çıxaq 3-də 2. Üzərinə gəlsin 4-də 3 çıxaq 5-də 4. Bunda üzərinə B-ni gəlirik. 2-də 3 çıxılsın 3-də 4. Üzərinə gəlsin 4-də 5 çıxılsın 5-də 6. Məxrəcləri bərabər olan kəsirləri ayrı toplayıram. Yəni 2-də 1 ilə 2-də 3-ün cəmi edir 2-də 4. Mənfi 3-də 2 ilə mənfi 3-də 4-ün cəmi mənfi 3-də 6 eləyir. 4-də 3 ilə 4-də 5-in cəmi 4-də 8. Mənfi 5-də 4 ilə mənfi 5-də 6-nın cəmi mənfi 5-də 10 eləyir. Beləliklə, hər kəsirin qiyməti 2 eləyir. 2-də 4 2 deməkdir. 3-də 6 2 deməkdir. 4-də 8 2. 5-də 10 2. 2-lər burada islah olur. Cavab alırıq 0. Yəni, A üzərinə gəlsin, B bərabərdir 0. Mənə deyir ki, B-ni A ilə ifadə edin. Yəni, B-ni tapın. Mən A-nı sağa keçirsəm, B bərabərdir mənfi A. Velosipedçi yolun 5-dəki hissəsini getdikdən sonra daha 18 kilometr yol getməlidir. Uşaqlar, yolun 5-dəki hissəsi gedilibdir. Yolumuzu vahid qəbul eləsək, yəni bir hissə qəbul eləsək, 5-də 2 hissəsi gedilibdirsə, yolun 5-də 3 hissəsi qalıbdır. Hissə olaraq gedilməyən yol 5-də 3 hissədir. Kilometr olaraq 18 kilometrdir. Yəni, yolun 5-də 3 hissəsi 18 kilometrdir. Bu zaman 5-də 3 hissəsi 18 olan tapırıq. 18-i bölürük 5-də 3-ə. 18-i vururuq tərsinə. Cavab elədi 30. 30 kilometr yoldur. Çünki yolun 5-də 3 hissəsi 18 kilometrdir. Baxın, diqqətli olun.
Buraya bir də yazıram. Yolun 5də 3 hissəsi 18 kilometrdir. 5də 3 hissəsi 18 olan ədəd yolun özün verir. Yol oldu 30. Yolun uzunluğu nə qədərdir? Təbii ki, 30 kilometrdir. Soruşulsaydı ki, nə qədər yol gedilibdir? 30-dan çıxardım 18-i, cavab 12 alardıq. Birinci boru hovuzu 6 sağa. Birinci boru hovuzu 6 sağa. Demək, 1 saada birinci boru hovuzun altta birini doldurur. İkinci boru 3 saata doldurur. Bu zaman yenə ikinci boru 1 saata hovuzun 3də 1 hissəsini doldurur. 2 boru eyni vaxtda açılarsa, 1 saat ərzində hovuzun dolmuş hissəsi 6da 1 üzərinə gəlsin. 3də 1 bərabərdir 6da 3. Bu da bərabərdir 2də 1 hissə. 1 saat ərzində hovuzun 2də 1 hissəsi dolubdur. Yəni, hovuzun 2də 1 hissəsi 1 saata dolubdursa, təbii ki, hovuz 2 saata dolar da. Cavab 2 saatdır. Bir sinifdəki şagirdlərin 0,3 hissəsindən 2 nəfər çoxu qızlardır. Sinifdəki şagirdlər 2 qrupa ayırıram, qız və oğlan. Bir sinifdəki şagirdlərin 0,3 hissəsindən. Şagirdlərin sayını mən bilmədiyim üçün x qəbul edirəm. Bunun 0,3 hissəsi 0,3 vuraq x-dir. 2 nəfər çoxu qızlardır. Yəni 0,3 x üzərinə gəlsin, ikisi qızdır. Sinifdəki oğlanların sayı 19-dur. Oğlanla qızın cəmi şagirdlərin sayını verir. 19 üzərinə gəlsin 0,3 x üzərinə gəlsin 2 bərabərdir x-ə. 19-dan 2-nin cəmi 21 üzərinə gəlsin 0,3 x bərabərdir x. 21-i sağa keçirdirəm. 0,3 x bərabər 21-i 0,3 x-i sağa keçirdirəm. 21 bərabərdir x çıxaq 0,3 x. 21 bərabərdir 0,7 x. Hər tərəfi 10-a vursaq 210 bərabərdir 7x, x də bərabərdir 30. Qızların sayını tapın. Bizdən qızları soruşur. Bizim aldığımız cavab ümumi şagirdlərin sayıdır 30. X-imiz 30-da qızları taparkən 0,3-ü vururuq 30-a, üzərinə 2-ni gəlirik. 0,3 30-a vuranda 3 30-a vuranda 90 eləyir. Bir dənə onluq ayırmalıyım. 9 üzərinə gəlsin 2 bərabərdir 11. Qızların sayı 11-dir. Məxrəci 24 olan düzgün kəsirlərdən. Məxrəci 24 olan düzgün kəsirlərin kəsir sayı 23-dür. 24-də 1, 24-də 2, 24-də 23-ə qədər yaza bilərsən. Bunun sonlu olması üçün sadalıqları ayırırıq. 2 üstü 3, vuraq 3-dür. Sonlu onluq kəsirlərin sayı sonlu və sonsuza bölünür. Sonlu onluq kəsirlərin sayını taparkən məxrəc sayda vuruqlara ayrılır, yad vuruqlar atılır, yad vuruq deyəndə 2 və 5-dən başqa nəzərdə tutulur. Yerdə qalanı hesabla ayırıq, 2 üstü 3-ümüz eləyir 8, onun da 1-i çıxırıq 7. 23-dən də 7-ni çıxıram 16-sı. Deməli 16 kəsir sonsuzdur, 7-si isə sonludur. Kəsirin sürəti A, məxrəci 3, qiyməti 6. Biz kəsirin sürətini taparkən məxrəci vururuq qiymətinə. A bərabərdir 18. Tam hissə 2. Dövrə qədərki rəqəmlər 1. Dövr edən rəqəm 3. Bərabərdir. Qarışıq dövrü onluq kəsiri. Adi kəsirə çevirərkən tam saxlanılır. Dövrdəkilərin sayı qədər 9. Dövrə qədərkinin sayı qədər 0.
Məxrəcdə 90 yazılır. Sürətdə isə tamdan sonraki ədəd 13-dən çıxırıq dövrə qədərkini. 2 tam 90-da 12. Qarşı ədədin kəsr hissəsini qısaraq aparırıq 6-ya. 2 burada qalar, 15 də burada qalar. 2 tam 15-də 2. Sxemə əsasən 2 rəqəmli x ədədinin ən kiçik natural qiymətini tapın. Burada A, belə deyək, x 2 rəqəmli ədəddir. X 2 rəqəmli ədəddir. A-nın yerinə mən 3 yazsam, sonlu onluq kəsirdir. Yəni, bu deməkdir ki, sonlu onluq kəsir olması üçün məxrəcinin sayda vuruqları 2 və 5-dən ibarət olmalıdır. Yəni, x bərabərdir 2 və ya 5-dən. Ola bilsin ki, bu 2 rəqəmli ədədin sayda vuruqları yalnız 2 ola bilər, yalnız 5 ola bilər, həm 2, həm 5 ola bilər. Amma burada 3x-in sayda vuruqlarından biri 3 olmalıdır. Sayda vuruqlarından biri 3 olmalıdır. Niyə? 2 üstü m vurulsun. İkilərin sayını mən bilmirəm. M sayda 2 sayda vuruğu var. N sayda 5 sayda vuruğu var. Bir 3 vuruğunu da əlavə edirəm. Uşaqlar, mən x-in yerinə bu açılışı yazsam, sürətlə məxrəc 3-ə ixtisarı olar. Yerdə qalan kəsirin məxrəcinin sayda vuruqları 2 və 5-lərdən ibarət olduğu üçün bu sonlu onluğa çevrilə bilir. Mən A-nın yerinə 4 yazsam, sonsuz onluq kəsirdir. Yəni, verilən şərtlərə görə mən deyirəm ki, burada x ədədinin sayda vuruqlarından yalnız biri 3 olmalıdır. Yəni, 3-lərin sayı çox olmalı deyil. Bir dənə 3 olmalıdır. Mən indi A-nın yerinə 4 yazsam, yazıram bura 4, x olur 2 üstü m, vuraq 5 üstü m, vuraq 3. Həqiqətən də fikir verin, 3 ilə 4 ixtisar olunmur. 3 ilə 4 ixtisar olunmadığı üçün, məxrəcdə yad vuruq qaldığı üçün bu kəsir sonluya yox, sonsuza çevrilir. Deməli, şərtimiz doğru olur da, sonsuz onluq kəsirə çevrilir. A-nın yerinə 5 yazsam, yenə 5 ilə 3 ixtisar olunmur deyin. Məxrəcdə 3 qaldığı üçün bu kəsir sonsuz onluq kəsirdir. Amma A-nın yerinə mən 6 yazsam, 6 ilə 3 ixtisar olar, burada 1 qalar, burada qalar 2 qalar. Məxrəcin sayda vuruqları 2 və ya 5-lərdən ibarət olduğu üçün bu kəsir sonlu onluq kəsirə çevrilir. Beləliklə, x ədədi bərabərdir 2 üstü m, vuraq 5 üstü m, vuraq 3 şəklindədir. X-in ən kiçik 2 rəqəmli olması üçün mən n-in yerinə bir dəfə 0 yazsam, n-i bir dəfə 0 qəbul etsəm, m-i 1 qəbul edəsəm. Təbii ki, olur 2 üstü 1, vuraq 5 üstü 0, vuraq 3. 5 üstü 0, 1 eləyir. 2-lə 3 əvranda 6 eləyir. Amma 6 2 rəqəmli deyil olmadığı üçün mən 6-nı silirəm. İndi n-in yerinə mən 0 qəbul edib, m-i yerinə 2 yazsam, n-in yerinə 0 verib, m-i 2 qəbul eləsək, bu zaman nə olar? 2 üstü 2, vuraq, 5 üstü 0, vuraq 3. Cavab edir 12. Digərlərini axtarmağa ehtiyac yoxdur. Niyə yoxdur? Məsələn, mən n-i 1 qəbul eləsəm, n-i 1 qəbul eləsək, m-i 0 qəbul etsəm, nə baş verər? 2 üstü 0, 2 üstü 0, vuraq 5 üstü 1, vuraq 3. Cavabı alaram 15. Növbəti aldığım 2 rəqəmli ədəd, əvvəlki aldığım 2 rəqəmli ədəddən böyük olduğu üçün, elə kiçiyi ən azı 12 ola bilər yəni. X ən azı 12 ola bilər. Cavabımız 12-dir. Bu tip sualları həll edərkən birinci sualı həll edirəm. 2 bölək 3 vuraq 5, üzərinə gəlsin 2 bölək 5 vuraq 7, üzərinə gəlsin 2 bölək 7 vuraq 9. Bu tip sualları həll edərkən ən asan variant hansıdır? Ən asan variant. Birinci kəsirin məxrəcindəki ən kiçik ədədi, ikinci kəsirin məxrəcindəki ən böyük ədədə vururuq, yazırıq məxrəcdə. Yəni
27. Sürətdəki ədədləri toplayırıq. Cavab 6. 27-də 6. Bu zaman mən bunu 3-ə ixtisar eləsəm, 2 burada qalar, 9 burada qalar. Cavab 9-da 2-dir. İkinci kəsirə baxaq, ikinci ifadəyə. Birinci kəsirin məxrəci ən kiçik ədədi 3-dür. 3. Axırıncı kəsirin ən böyük məxrəcindəki ən böyük ədədi 12-dir. 3-ü 12-yə vururam, eləyir 36. Sürətləri toplayırıq, cavab 9. 36-da 9-a xisar aparsaq, burada 1 qalar, burada 4 qalar. Cavab elədi 4-də 1. Yəni 2-yə Y variantı uyğundur. Birinciyə də C variantı uyğundur. Üçüncü suala baxsaq. Birinci kəsirin məxrəcindəki ən kiçik ədəd 3, axırıncı kəsirin məxrəcindəki ən böyük ədəd 15-dir. 3-ü vururuq 15-ə, 45. Sürətləri toplayırıq. Cavab 12. 3-ə xisar aparsam, 15 məxrəcdə qalar, 4 yuxarıda qalar. 15-də 4, 3-ə də A. Sualların izahı bu qədər.